Şəhərdə 9 adam var idi ki, bunlar yer üzündə fitnə fəsad törədir, yaxşı işlər görmürdülər. Onlar dedilər, bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz həqiqətən düzünü deyirik. Onlar hilə qurdular. Biz də hilə qurduq. Lakin onlar bunu hiss etmədilər. Bax gör onların hilələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə yeksan etdik. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən bunda bilən adamlar üçün ibrət vardır. İman gətirib Allah'tan qorxanları isə xilas etdik. Lutu da yada sal. Bir zaman o öz qövmünə demişdi, gözünüz görə-görə murdar iş mi görəcəksiniz? Siz qadınları qoyub şəhvətlə kişilərin yanına mı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz. Qövmünün cavabı isə ancaq Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır demələri oldu. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadını geridə qalanlardan olmasına qərar verdik. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş. De ki, həmd olsun Allaha, salam olsun onun seçdiyi qullarına. Allah yaxşıdır, yoxsa ona şərik qoşduqlarınız? Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbud mu var? Xeyr, onlar haqdan yayınan adamlardır. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan,